Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu aleyhi seyyidina Muhammedin ve ala aleyhi ve sahbihi ecmain amma ba'd. Gerçek tevhid. Şeyhülislam Muhammed bin Abdülvahhab rahimehullah Şüphələrin İfşası adlı risalesinde demiştir. Mərhəməti və rəhimli Allahın adıyla. Bil ki, Allah sənə rəhm etsin. Tövhid uca Allahın ibadətdə təkləşdirməkdir. O tövhid Allahın öz qullarına göndərdiyi peyğəmbərlərin dinidir. Onların birincisi Nuh aleyhissalam olmuşdur. Belə ki, onun xalqı Vad, Suva, Yağuz, Yauq, Nəsr adlı salih insanlara qarşı ifrata vardıqları zaman uca Allah Nuh'u onlara göndərmişdir. Onların sonuncusu isə Muhammed sallallahu aleyhi və səlləm olmuşdur. Həmin salih insanların surətlərini sındıran da məhz o olmuşdur. Uca Allah onu ibadət edən, həcc edən, sədəqə verən, Allahı çoxlu zikr edən, lakin bəzi yaradılanları özləri ilə Allah arasında vasitəçilər tutub, biz mələklərə, İsa, Məryəm və digər salih insanlar mislində olanlardan bizə Allaha yaxınlaşdırmalarını istəyir və onlardan şəfaət diləyərək deyən tayfaya göndərmişdir. Uca Allah Muhammed sallallahu aleyhi və səlləm ataları İbrahimin aleyhisselamın dinini onlar üçün təzələmək və həmin yaxınlığın və etiqadın sırf Allahın haqqı olduğunu, habelə onda hər hansı bir şeyi, nəinki başqaları olsun, üstəlik bu yaxın mələk, yaxud göndərilmiş peyğəmbər olsun, digərini yönəltməyin doğru olmadığını xəbər vermək üçün göndərmişdir. Bununla belə, həmin müşriklər yaradan və ruzi verənin bir və şəriksiz olan Allah olduğunu və ruzini yalnız onun verdiyini, yalnız onun dirildib, öldürdüyünü, işləri yalnız onun icra etdiyini və bütün 7 göylər, 7 yerlər və onların içində olanların hamılıqla onun qulları olduqlarını və onun buyruğu və tabeliği altında olduqlarını iqrar edir və buna şahidlik edirdilər. Peyğəmbər sallallahu aleyhi və səlləm savaşdığı həmin müşriklərin buna şahidlik etmələrinə dair dəlil istəyirsənsə, aşağıdakı ayələri oxu. De, sizə göydən, yerdən kim ruzi verir? Qulaqlara, gözlərə sahib olan kimdir? Ölüdən diri, diridən ölü çıxaran kimdir? Hər işi düzüb qoşan kimdir? Onlar Allahdır deyəcəkdir. De, bəs onda Allahdan qorxmursunuzmu? Yunus surəsi 31-ci ayə. Həmçinin uca Allah buyurur, deyə əgər bilirsinizsə, bu yer və yer üzündə olanlar kimindir? Onlar mütləq Allahındır deyə cavab verəcəklər. Sən də de, bəs elə isə düşünmürsünüzmü? De, 7 göyün Rəbbi, o əzəmətli ərşin Rəbbi kimdir? Mütləq Allahdır deyə cavab verəcəklər. Onda sən də de, belə isə qorxmursunuz. De, əgər bilirsinizsə, hər şeyin hökmü əlində olan, himayə edən, amma özünün himayə ehtiyacı olmayan kimdir? Onlar mütləq Allahdır deyə cavab verəcəklər. Sən də, bəs elə isə nə cür döndərilirsiniz? Əl-Müminin surəsi 84-89-cu ayə. Habelə digər ayələr öncəki müşriklər rububiyyəti iqrar edirlər. Lakin sıxıntı zamanı deyil, Firavan vaxtlarda uluhiyyəti Allaha şərik qoşurdular. Şeyxülislam Muhammed bin Abdülvahhab rahimehullah demişdir. Onların bunu iqrar etdiklərinə və həmin şeyin onları Peyğəmbərin sallallahu aleyhi və səlləmin çağırdığı tövhidə daxil etmədiyinə əmin olacağın zaman biləcəksən ki, onların dandıqları tövhid zamanımızda olan müşriklərin etiqad adlandırdıqları ibadət tövhididir. Habelə onlar gecə-gündüz Allaha dua edirdilər. Habelə onlardan bəzisi salih olduqları və Allaha yaxın olduqları səbəbilə onlara şəfaət etmələri üçün mələklərə dua edir.
yaxud Lat kimi salih adama və ya İsa kimi peyğəmbərə dua edirdilər. Ha belə bilmirsən ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onlara qarşı məhz bu şirkdən ötürü savaşmış və onları ibadəti xalis Allaha aid etməyə çağırmışdır. Yüce Allah Azze ve Celle buyurur, şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə dua etməyin. Ha belə buyurur, haqqı çağırışı yalnız onadır. Müşriklərin ondan başqa çağırdıqları isə onlara heç bir şey cavab verə bilmirlər. Həmçinin məhz duanın bütövlüklə Allaha olması, nəzrin bütövlüklə Allaha olması, qurbanın bütövlüklə Allaha olması, yardım diləməyin bütövlüklə Allaha olması və hər bir növ ibadətin bütövlüklə Allaha olması üçün Peyğəmbər sallallahu aleyhi və səlləm onlara qarşı savaşdığına əmin olmusan. Həmçinin bilmirsən ki, onların rububiyyət tövhidini iqrar etmələri onları İslam'a daxil etməmiş və məhz onların mələklərdən, yaxud peyğəmbərlərdən, yaxud övliyalardan Allah qatında şəfaət və ya yaxınlıq istəyərək onları üst tutmaları həmin adamların qanları və malların toxunmazlığını aparmışdır. Bu zaman peyğəmbərin çağırdığı və müşriklərin iqrar etməkdən boyun qaçırdıqları tövhid sənə bəlli olacaq. Bu tövhid dilə gətirdiyin həmin sözün mənasıdır. La ilahə illallah. Allahdan başqa ibadətə haqq olan ilah yoxdur. Belə ki, istər mələk olsun, yaxud peyğəmbər, yaxud övliya, yaxud ağac, qəbir, yaxud cin. Onlara görə ilah sözü bu işlərdən ötürü qəsd edilənə deyilir. Onlar ilah dedikdə onu yaradan, ruzi verən, işləri idarə edən olduğunu qəsd etməmişlər. Sənə qeyd etdiyim kimi, onlar bunun Allaha məxsus olduğunu bilirdilər. Onlar ilah sözü ilə yalnız zamanımızda olan müşriklərin Seyid Ağa deyə qəsd etdikləri sözü qəsd etmişlər. Peyğəmbər sallallahu aleyhi və səlləm onlara gəlib, onları tövhid kəlməsi olan La ilahə illallah sözünə çağırmışdır. Bu kəlmədə məqsəd adicə onu tələffüz deyil, həmçinin mənasıdır. Cahil kafirlər Peyğəmbərin sallallahu aleyhi və səlləmin bu kəlməni dedikdə uca Allaha üst tutaraq, ondan başqa ibadət olunanlara küfr edərək və ondan uzaq duraraq Allahı təkləşdirməyə qəsd etdiyini bilmişlər. Bu üzdən də Peyğəmbər sallallahu aleyhi və səlləm onlara La ilahə illallah kəlməsini deyin dediyi zaman onlar belə cavab verdilər. Əcəba, o ilahların hamısını bir ilah mı edir? Bu doğrudan da çox təəccüblü bir şeydir. Sad surəsi 5-ci ayə. Cahil kafirlərin bunun bilmələri sənə bəlli olacağı zaman İslamda iddiasında olan bəzi insanların bu kəlmənin izahına dair cahil kafirlərin anladığı mənanı anlamaması çox təəccüblü səslənəcək. Üstəlik belələri onun hər hansı bir mənasına dair qəlb etiqadı olmadan sadəcə hərflərin tələffüzü olduğunu düşünürlər. Onların ən ağıllısı isə düşünür ki, həmin kəlmənin mənası Allahdan başqa yaradan, ruzi verən və işləri idarə edən yoxdur sözləridir. Bir kişi ki, cahil kafirlər La ilahə illallah kəlməsinin mənasını ondan daha yaxşı bilirlər. Şübhəsiz ki, həmin adam xeyirdən məhrumdur.